Sumqayıt şəhəri Novxanı bağ massivi 377A ünvanında yaşayan 66 yaşlı Novruz Əsgərov qonşu həyətdə saxlanılan heyvanların yaratdığı səs-küy və qorxudan şikayətçidir. Bölgə TV xəbər verir ki, Qafqaz İnfoya müraciət edən vətəndaş bildirib ki, qonşunun saxladığı itlər və atlar ona və ailə üzvlərinə ciddi narahatlıq yaradır. Vətəndaşın sözlərinə görə, qonşusuna məsələ ilə bağlı bir neçə dəfə müraciət etsələr də, həmin şəxslərin narazılığa məhəl qoymayıblar. Bir müddət əvvəl ürək əməliyyatı keçirmişəm, səhhətimlə bağlı problemlər yaşayıram. Yoldaşım isə yüksək təzyiq xəstəsidir. Evimizdə 4 uşaq da var. Yaşadığım ünvanda qonşunun həyətində saxlanılan 9 it səbəbilə uzun müddətdir həm özüm, həm də ailə üzvlərim, xüsusilə uşaqlar ciddi narahatlıq keçirir. İtlərin gecə-gündüz fasəsi sürməsinə görə gecə yatmaq mümkün olmur. Bu isə birbaşa olaraq səhhətimizə və psixoloji vəziyyətimizə mənfi təsir göstərir. Xüsusilə qeyd etmək istəyirəm ki, itlərin səsindən yoldaşımın təzyiqi tez-tez qalxır. 3 yaşlı nəvəm isə gecələr yuxudan oyanaraq qorxu içində ağlayır. Bu vəziyyət uşağın psixologiyasına ciddi zərər vurur. Ailəmizdə daim həyəcan və stres yaradır. Bundan başqa qonşumuz həyətinin kənarında atlar üçün xüsusi yerdə hazırlayıb və orada 5 at saxlayır. Onların qorxusu da əlavə narahatlıq yaradır. Əsgərov əlavə edib ki, bəzi hallarda itlər sakitləşsin deyə həyətə daş atmağa məcbur qalırlar. Lakin bununla bağlı dəfələrlə mühafizəçi tərəfindən hədələnmişik. Bizə bildirib ki, bir də bu həyətə daş atılsa başınız ağrıyacaq. Bu cür hədələr vəziyyəti daha da gərginləşdirir və biz özümüzü təhlükəsiz hiss etmirik. Yaranmış səs-küy, sanitar vəziyyət və təhlükə problemi ailəmizin normal yaşayış hüququnu pozur. Xahiş edirəm məsələ yerində araşdırılsın və qanunvericiliyə uyğun tədbirlər görülsün. Şikayətçi həmin it və atların əsl sahibinin kim olduğunu öyrənməyə çalışdıqlarını və ev sahibinin general olduğunu eşitdiklərini qeyd edib. Biz sonradan öyrəndik ki, həmin mülkiyyətlər Müdafiə Sənayesi Nazirliyinin Cihaz İstehsalat Birliyinin direktoru Fəlah Quliyevə məxsusdur. Sumqayıt şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə İş şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev sorğumuza cavab olaraq bildirdi ki, vətəndaş problemlə bağlı onlara müraciət ünvanlamayıb. Vətəndaş tərəfindən rəsmi müraciət Sumqayıt şəhər İcra Hakimiyyətinə daxil olduğu təqdirdə məsələ qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti qurumlarla birgə yerində araşdırıla bilər. Şikayətdə adı hallanan direktor Fəlah Quliyevlə bağlı ittihamlara aydınlıq gətirmək məqsədi ilə Müdafiə Sənayesi Nazirliyi ilə əlaqə saxladıq. Lakin günlər keçsə də nazirlikdən müraciətimizə cavab ala bilmədik. Rəna Rövşən qızı, Bölgə TV.